İlham Əliyev Rusiyaya çağırıldı və İlham Əliyev Rusiyaya getmədi. Ceyhun Bayramov deyilən o parmaqla əmələ gələni göndərdi İlham Əliyev öz yerinə. O nəyə görə getdi? Sadəcə dedim və deyirəm, müttəfiqlik bəyannamə, o 12 maddə idi, hər nə sivil idisə, ona sadiq qalmaq və onu ilə bir yerdə addımlamaq, o müddaların bəndlərini bir-bir aşmaq üçün çağırdılar. Və son zamanlarda İlham Əliyevin sərsəm bəyanatları Putini narahat eləmişdi. Çünki o bəyannamənin vaxtı çatırdı. 2 ay, yarım, 3 ay sonra onun vaxtı çatırdı. Yenidən imza atmaq lazım idi o bəyannaməyə. Bilirsiniz, noyabr ayında o bəyannamənin zamanı bitirdi, oktyabr-noyabr aylarında. Ona görə Putin administrasiyası çağırdı, qulağından tutub əmizdirdi və yenidən imzalatdırdı və müttəfiqlik bəyannaməsinin aşama-aşama maddələrinə sadiq qalacaqsınız. Üstəlik də dedi, dalınızı dağıdaram, təyyarə adı çəkməyin. Dalınızı dağıdaram, təyyarə adı çəkməyin. Vəssalam. İlham Əliyev kişi demeyin. İlham Əliyev təmir yumruq, xəmir yumruq. Allah boş verin o ana, doğuşan da bir. İlham Əliyev cındır oğlu cındır. Məni başa düşməyən cırığın babası cırıq. İlham Əliyevin Erdoğanla, Putinlə, Trumpdan, uzaqbaşı bu Lukashenko var, Mehribanın 69 partnyoru. Görməmişsiniz İlham Əliyev nətər danışır. Dişi pişi kimi ilişir. İlham Əliyev nazirlərlə danışanda və yaxud xalqla danışanda belə sifətini turşudur. Elə bil ki, anasını bu xalq bombaldır, şeyləyib Lukashenko kimi. Amma xalqla danışanda İlham Əliyev dəmir yumruq, başınıza, nə bilim nə, hürüyür it balası kimi qoduq oğlu qoduq. Amma bir baxın görün, başqa liderlərlə necə danışır. Hala bir başa o qədər qabaqlarında əyilir ki, az qala alakoçalar var, iki sallanan bir tullana. Başı ağzı ora çatacaq. Yenə bilsinlər, deyələmət. Əvvəllər bizə qoşulanlar olardı. İlham Əliyevin uğurlu siyasətlərindən ala-bula bizə bir-iki nəsə çatdırmaq ya bizə nəsə qandırmaq istəyənlər olardı. İndi elə şey də yoxdur. İndi ümumiyyətcə İlham Əliyev də elə imitasiya eləmir. İlham Əliyev bilir ki, bunu göt kimi tanıyır bu xalq. Göt oğlu götdür. Ona görə sadəcə İlham Əliyev yola verməkdən kifayətlənir. Bir balaca arada bir xalqın üstünə hürməkdən kifayətlənir. Özü söyə bilmir. Özü söyə bilmir. Xalqa namussuz, şərəfsiz, binamus deyə bilmir. Əlbəttə ki, Mir Şahin kimləri çıxardır. Razi Nurlayev kimləri çıxardır, dedizdirir. Razi Nurlayevin arvadı bilsin nədir? O porno ulduzudur.